hal dələduzluq edən şəxsi nə gözləyir? Təbii ki, dələduzluq edən şəxsi Azərbaycan qanunvericiliyinə əsasən müxtəlif hüquqi cəzalar gözləyə bilər. Konkret olaraq bu hal Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178-ci maddəsi ilə tərtiblənilir. 178-ci maddə nədir? Təbii ki, dələduzluq maddəsidir. Yəni, etibardan sui-istifadə və ya aldatma yolu ilə özgə əmlakını ələ keçirmə. Əsas cəza tədbirləri nədir? Sadə bir hal. 178.1 cərimə və ya ictimai işlər və ya azadlığın məhdudlaşdırılması imkanları. Cinayət məsuliyyəti əgər aldatma ilə alıbsa, şəxs sizdən aldatma yolu ilə, məsələn, pul alıb, amma qaytarmır və borc qaytarmaq niyyəti olmayıbsa, həmçinin bu sübut edilə bilirsə, məsələn, yazışmalar, səs yazıları və şahidlər. Bu halda Cinayət Məcəlləsinin 178-ci maddəsi, yəni dələduzluq ilə məsuliyyət daşıya bilər. Siz bu barədə polisə və ya prokurorluğa ərizə ilə müraciət edə bilərsiniz. Ərizədə pulun hansı şəraitdə verildiyini, şəxsin sizə nə vəd etdiyini, qaytarmama faktını göstərə bilərsiniz. Məsələn, pul alıb qaytarmır. Başa düşürük. Bu məsələ mülki və ya cinayət qaydada həll oluna bilər. Məsələn, mülki məsuliyyət əgər ortada borc münasibəti varsa, şəxs sizdən borc alıb, lakin qaytarmırsa, sizdə qəbz, borc müqaviləsi, bank köçürməsi və ya səsli, yazılı sübut varsa, şahidlər varsa, bu halda siz mülki məhkəməyə müraciət edə bilərsiniz. Məhkəmə qərarı ilə borcun qaytarılmasını tələb edə bilərsiniz. Əlavə mümkün deməli nəticələr də var. Hansı ki, mülki məsuliyyət zərər çəkmiş əmlakı qaytarmalıdır. Zərər çəkmişin daha doğrusu əmlakı qaytarılmalıdır və ya onun dəyəri ödənilməlidir. Reputasiya zədələnməsi. Bu nədir? Şəxsin ictimai nüfuzu zədələnir, gələcək iş imkanlarına təsir edə bilir. Cinayət qeydi gələcəkdə hüquqi və sosial məhdudiyyətlər yarada bilər. Məsələn, dövlət qulluğuna qəbulda çətinliklər. Əgər konkret bir hal haqqında danışırsınızsa, təbii ki, məsələn, zərərin məbləği şəxs ilk dəfə bu işi edib yoxsa təkrar və s. Son tövsiyə, əgər sübutlarınız varsa, yəni qəbz, yazışma, səs yazısı, onları toplayıb və saxlamalısınız. Əvvəlcə şəxsə rəsmi xəbərdarlıq edilir, notariusdan və ya vəkil vasitəsilə, qaytarmırsa polisə və ya məhkəməyə müraciət edilir. Bunları unutmayın. Əgər sizlərin də haqları tapdalanıbsa, bu barədə bizə də müraciət edə bilərsiniz və biz də qanuna uyğun şəkildə dövlətin polis və prokuror orqanlarına bu barədə müraciətləri ünvanlaya bilərik. Bunları unutmayın, haqlarınızı tələb etməyi bacarın. Amma bundan öncə öz hüquq və qanunlarınızı bilməyiniz daha önəmlidir.